Resulü Aleyhisselatü Vesselam buyurur ki, dində sonradan ortaya çıxan şeylər nədir? Bidətdir. فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلَالَةٍ Və hər bidət də nədir? Zəlalətdir. Bu hədis dəlildir ki, dində gözəl bidət yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, dində sonradan uydurulan şeylərdən uzaq durun. Sonra nə dedi? Dedi ki, فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلَالَةٍ Və bilin ki, hər bidət zəlalətdir. Və hər uydurulan şey də nədir? Bidətdir. Ərəb dilində kul ümumi ifadə edən kəlmələrdəndir. Ona görə Allah Resulü buyurur ki, kullu bid'atin dalalə. Hər bidət nədir? Zəlalətdir. O dəlildir ki, zəlalət olmayan bidət yoxdur. Allah Resulü deyir ki, hər bidət zəlalətdir. Kimsə deyir ki, yox. Elə bir şey ola bilər ki, bidət olsun, amma zəlalət olmasın. Və adını da nə qoyublar? Əl-bid'atul həsənə. Gözəl bidət. Yəni, pis bidət, gözəl bidət. Lakin Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, hər uydurulan şey dində bidətdir və hər bidət də zəlalətdir. Bu hədis dində gözəl bidət var deyənlərə cavabdır.